Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizə tək və cüt funksiyalar, artan və azalan funksiyalar, dövrü funksiya yarımbaşlığına aid sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, bütün ədəd oxundan azalan fx funksiyasının qiymətlərindən hansı ən kiçikdir? Biz bilirik ki, əgər fx funksiyası azalandırsa, onda x1 kiçik x2 olarsa, f x1 böyükdür f x2 şərti ödənməlidir. Yəni, x-lərin kiçik qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlməlidir. Hansı ən kiçikdir? Kiçik olması üçün bizə arqument ən böyük lazımdır. Bu da B variantına verilibdir. Bütün ədəd oxunda artan funksiya üçün. Artan funksiyada isə tərsinədir. Yəni, x1 kiçikdirsə x2-dən, onda f x1 də f2-dən kiçik olmalıdır. Yəni, arqumentin kiçik qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlir. Onda belə çıxır ki, böyük olması üçün də arqumenti böyük olmalıdır. Burada da cavab E variantıdır. Hansı funksiya azalandır? Variantlardan görürük ki, hər biri xətti funksiyadır. Biz də bilirik ki, xətti funksiyanın azalan olması üçün bucaq əmsalı sıfırdan kiçik olmalıdır, yəni mənfi olmalıdır. Burada da bucaq əmsalı mənfi olan da burada D variantına verilibdir. K-sı mənfi 2-də 1'dir. Dördüncü sualda verilib hansı funksiya azalandır? Bu da eyni tipli sualdır. Bucaq əmsalı mənfi olmalıdır. Yəni mənfi kök altında 3x minus 2. Beşinci sual. Funksiyalardan hansı nə təkdir, nə cütdür? Gəlin yadımıza salaq görək tək funksiya nə idi və yaxud da ki, funksiyanın cütlüyü nə idi? Biz bilirik ki, funksiya tək olması üçün f mənfi x bərabər olmalıydı mənfi fx-ə. Cüt olması üçün f mənfi x bərabərdir elə fx-in özünə. A variantından bilirik ki, y bərabərdir x funksiyası tək funksiyadır. Deməli, bu oldu tək funksiya. Sonra B variantında y bərabərdir. Gəlin yazaq. F x bərabərdir. Kök altında x-in kvadratı minus 1'dir. X-in yerinə mənfi x yazsam, olar f mənfi x bərabərdir. Yenə mənfi x-in kvadratı yenə elə müsbət x-in kvadratı deməkdir. Çıxaq 1. Bu da ki, aydın məsələdir ki, elə fx deməkdir. Yəni, bu oldu cüt funksiya. Sonra C variantında verilib ki, fx bərabərdir x modul x. X-in yerinə mənfi x yazsaq, f mənfi x bərabərdir mənfi x. Modul mənfi x ilə müsbət x-ə bərabərdir. Bu da bərabərdir mənfi fx yaza bilərik. Onda belə çıxır ki, bu da tək funksiyadır. D variantındakı funksiya bu nə təkdir, nə cütdür. Y variantındakı isə tək funksiyadır. Yəni mənfi yazsaq mənfi x üstü 7'dir. Elə bu da mənfi y deməkdir. Deməli, burada cavab oldu nə? D variantı. Funksiyalardan hansı təkdir? Bayaqlarım yazmışdıq. E variantındakı tək funksiyadır. Funksiyalardan hansı cüt funksiyadır? Biz bilirik ki, modul funksiya cüt funksiyadır. Sonra funksiyalardan hansı bütün ədəd oxunda azalır? Bütün ədəd oxunda azalması üçün tək funksiyanın qabağında duran, yəni əmsalı əks şara mənfi olmalıdır. Bu da aydın məsələdir ki, A variantına verilib. B variantında x-in kvadratıdır. Bu ümumən bunun artan yeri də var, azalan yeri də var. Yəni həm artdığı aralıqda var, azaldığı aralıqda var. Bütün ədəd oxunda azalandır bizdən istəyir. C variantındakı da cüt funksiyadır deyə. Daha doğrusu cüt funksiya deyil, x üstü 4'dür. Ona görə bu həm artdığı yerdə var, həm azaldığı yerdə var. Həm də yeri gəlmişkən 5x üstü 4 plus 1 cüt funksiyadır. D variantında 7x'in kubu minus 2. Burada x'in kubunun qabağında duran müsbət olduğuna görə bu daimi artır. Yəni bu təxminən belə keçir. Kub funksiyadır da, yəni bu şəkildədir. Əmsalı mənfi olmalıdır ki, belə daim azalsın. 9-cu suala baxaq. Funksiyalardan hansı bütün ədəd oxunda artandır? Burada da eyni şeydir. Kubun qabağı müsbət olmalıdır. Burada da verilib A variantında. Qrafiklər verilmiş funksiyalardan hansı tək funksiyadır? Tək funksiya biz bilirik ki, koordinat başlanğıcına nəzərən simmetrik yerləşməlidir. Bu da C variantında verilibdir.
11-ci sual. Qrafikə verilmiş funksiyalardan hansı cüt funksiyadır? Cüt funksiya isə y oğuna nəzərən simmetrik yerləşməlidir. Yəni y oğuna nəzərən bunu qatladıqda üst-üstə düşməlidir. Bu da C variantında verilibdir. 12-ci sual. Bütün ədəd oxunda artan fx funksiyasının qiymətlərindən hansı ən böyükdür? Artan funksiyadır deyə biz bilirik ki, arqument böyük olmalıdır ki, funksiyanın qiyməti böyük olsun. Burada da arqumenti böyük olan 3-də 8-dir. Deməli, onda f 3-də 8 də ən böyükdür. Sonra baxaq növbəti 13-cü suala. Bütün ədəd oxunda azalan fx funksiyası. Bütün ədəd oxunda azalırsa, ifadənin ən böyük qiyməti olması üçün arqument ən kiçik olmalıdır. Burada da arqumenti ən kiçik olan C variantıdır. F 5-də 1. 14-cü sual. Fx bərabərdir. Deməli 14-dən. Fx bərabərdir. X-in üstündə 40. Funksiyası üçün hansı münasibət doğru deyil? Bizdən doğru olmayan istəyir. Biz bilirik ki, bu funksiya bu şəkildədir. Yəni təqribən buradan göstərsək, bu formadadır. Koordinat başlanğıcından keçir, yəni 0,0 nöqtəsindən. Görünür ki, burada bunun azaldığı yerlər, buraya yazıram, azalır. Mənfi sonsuzluqdan sıfıra kimidir. Sıfıra kimidir, artır, yəni artdığı yerlər isə sıfırdan müsbət sonsuzluğa qədərdir. Onda belə çıxır ki, azaldığı yerdəki qiymətləri biz bilirik ki, funksiyanın azalan hissəsinə uyğundur. Artdığı yerdəki qiymətlər də artmasını xarakterizə edir. Yəni f3 böyükdür f0-dan verir. Biz bilirik ki, müsbət hissədə bu artır. Onda arqumentində artan qiymətinə funksiyanın artan qiyməti uyğundur. Deməli, bu doğrudur. f-2 f-3-dən kiçikdir. Mənfi hissə funksiyanın azaldığı yerə aiddir. Azaldığı yerdə x-in qiymətləri balaca olanda daha böyük olur funksiya. Onda deməli, bu da doğrudur. C variantında f2 kiçikdir f3-dən. Bu da aydın məsələdir ki, f2 f3-dən kiçikdir. Çünki funksiyanın artan yerinə uyğundur. Artan yerində 3 2-dən böyükdürsə, onda f3-də f2-dən böyük olmalıdır. f-4 f2-dən kiçikdir verir. f-4 bu funksiya cütdür deyə f-4 yaza bilərik. Kiçikdir f2-dən. Bu müsbət hissədə funksiya artdığına görə onda f4 f2-dən böyük olmalıydı. Çünki artan yerdə x-in qiyməti artdıqca funksiyanın qiyməti də artır. Deməli, burada doğru deyil. Olur D variantı. 15-ci sualda da tərsidir. Yəni funksiya tək funksiyadır. Fx bərabərdir x-in üzərində 39-a. Biz bilirik ki, bu funksiya x-in istənilən qiymətində artan funksiyadır. Yəni bu şəkildə. Təxminən bunun qrafikini çəksək. -2 1-dən f-2 f1-dən böyükdür. Bu yanlışdır. Çünki f-2 1-dən böyük deyil. Çünki -2 1-dən böyük olmadığına görə uyğun qiymətlər də böyük deyil. f-3 f-2-dən böyükdür. -3 -2-dən kiçikdir. Yəni bu da doğru deyil. Bizə doğru münasibət lazımdır. Yəni x-in böyük qiymətinə y-in də böyük qiyməti uyğun gəlməlidir. f5 f-5-dən böyükdür. Bəli, doğrudur. Deməli burada cavab olur C variantı. 16-cı sual. M parametrin hansı qiymətinə funksiyası cüt funksiyadır? Funksiya cüt funksiya olması üçün tək dərəcəli, deməli, bir hədlərin əmsalları 0 olmalıdır. Onda biz bunu açsaq, f2 bərabərdir 9 üstəgəl 4x kvadratı minus 12x minus 4m2 plus 4m f2 bərabərdir 4x kvadratı. Buradan x'i çıxarsaq kənara qalar -12 minus 4m. Yerdə qalan 4m üstəgəl 9-u da 1 yazaram. Cüt funksiya olması üçün təkin əmsalı, yəni x üstü 1-in əmsalı 0 olmalıdır. -12 minus 4m bərabərdir 0-a. Buradan m bərabərdir -3-ə. Cavab oldu C variantı. Hansı qiymətində funksiyası cüt funksiyadır? 17-ci sual. Funksiya cüt funksiya olması üçün təkin əmsalı 0 olmalıdır. Yenə eyni şeyi yazırıq. Fx bərabərdir
Açsaq müxtəsər vurma düsturundan 4 üstəgəl x-in kvadratı minus 4x minus mx plus 3m. Buradan fx bərabərdir. X-in kvadratı üstəgələk x mənfi 4 minus m üstəgələk 3m üstəgələk 4. Yəni bu 0 olmalıdır. Mənfi 4 minus m bərabərdir 0-a. Buradan m bərabərdir mənfi 4-ə. Deməli cavab oldu A variantı. 18-ci sual. A-nın hansı qiymətində funksiyası tək funksiyadır? Verilmiş funksiyanı köçürək buradan. Fx bərabərdir a minus 3-ün x-in kubu üstəgələk modulda a minus 3 x-in kvadratı üstəgələk ax üstəgələk a üstəgələk 3. Funksiya tək funksiya olması üçün cütlər 0 olmalıdır. Burada cütlər x-in kvadratıdır. Bu 0 olmalıdır. Yəni modulda a minus 3 bərabərdir 0-a. Eyni zamanda bu da 0 olmalıdır. Sərbəst hədd a plus 3 bərabərdir 0-a. Buradan modulda a bərabərdir 3-ə. Buradan a bərabərdir 3 və mənfi 3 taparıq. Buradan isə a bərabər mənfi 3. Hər ikisini ödəyən a bərabər mənfi 3-dür. Deməli burada cavab olar B variantı. Baxaq 19-cu suala. Y bərabərdir fx funksiyası tək funksiyadır. 0 müsbət aralığında artandır. Fx böyük bərabərdir f10 bərabərsizliyini həll edin. Əgər fx funksiyası 0 müsbət sonsuzluq aralığında artandırsa və tək funksiyadırsa, onda biz onu belə təsvir edə bilərik. Yəni 0-dan müsbət sonsuzluğa artır. Tək funksiya olduğuna görə koordinat başlanğıcına nəzərən bunu simmetrik qatlaya bilərik. Fx böyük bərabərdir f10 bərabərsizliyini həll edin. Bu artan funksiya olduğuna görə x-in böyük qiymətinə y-in də böyük qiyməti uyğun gəlir. Əgər 10 buradadırsa, ona uyğun qiymət də burada f10'dur. Onda fx-də f10'dan böyük olması üçün, yəni buralarda yerləşməsi üçün fx-in də buralarda yerləşməsi üçün hökmən o f10'dan fikir verin sağda yerləşməlidir. Onda belə çıxır ki x böyükdür bərabər 10 olmalıdır. Bu da 10'dan müsbət sonsuzluğa D variantıdır. Sonra baxaq 20-ci suala. 20-ci sualda verilib ki fx funksiyası təkdir və 0-dan müsbət sonsuzluq aralığında azalandır. Onda biz bunu belə qeyd edə bilərik. Və tək olduğuna görə əksini də buradan çəkirəm. Burada fx kiçik bərabərdir f7 verib. Yəni f7 hardasa qiyməti buradadırsa, yəni f7 bura uyğundursa, fx də f7-dən kiçik olmalıdır. Fx də f7-dən kiçiksə buralara uyğundur. Bu qiymətlər də 7-dən sağ tərəfdəki x-lərə uyğundur. Onda belə çıxır ki burada x böyük bərabərdir 7-dən. Cavab olur burada E variantı. Sonra baxaq 21-ci suala. Onu da qeyd edim ki bu tip sualları siz özünüzdən funksiyalar qəbul edərək də yaza bilərsiniz. Misal üçün bu funksiyanı k bölünsün x funksiyası kimi. Eləcə də bundan əvvəlkini x-in kubu şəklində və yaxud da x şəklində qeyd edərək yaza bilərdiniz. Sonra baxaq 21-ci suala. Fx funksiyası cütdür və 0 müsbət aralığında azalandır. Fx kiçik bərabərdir f6 bərabərsizliyini həll edin. Bir dənə qrafik çəkirəm. Deməli, cüt funksiya olsun və bu azalan funksiya olsun. Tutaq ki bu şəkildədir. Cüt funksiya olduğuna görə onun bir tərəfi də y oxuna nəzərən qatlarında üstə düşməsi üçün buradan çəkirəm. Bizə verib ki bu 0 müsbət sonsuzluq aralığında azalandır. Fx f6'dan kiçikdir. 6 bura olsa, 6'ya uyğun nöqtə də f6 da buradır. F6 da buradır. Bu cüt funksiya olduğuna görə f6'nı həm də burada f-6'da alır. Sonra verib ki fx'in f6'dan kiçik olduğu yerlər. Fx f6'dan kiçik olması üçün, yəni buralarda yerləşməsi üçün həmin bu nöqtələrə uyğun x'lər də 6'dan
sol tərəfdə yerləşir. Eyni ilə həmin nöqtələr -6-dan sağ tərəfdədir. Onda biz bunu bərabərlik var deyə -6 müsbət 6 parçası olaraq qeyd edə bilərik. Deməli burada cavab oldu 21-də D variantı. Sonra baxaq 22-ci suala. Fx funksiyası cütdür və 0 müsbət sonsuzluq aralığında artanda yenə həmin misaldandır. Tutaq ki, cüt funksiyadırsa, bunu belə qeyd edirəm və qatlayanda üstə düşməsi üçün, yəni simmetrik yerləşməsi üçün bir tərəfi də belə olsun. 0 müsbət sonsuzluqda artır. 8-i verib 8-ə uyğun nöqtə olsun bura F8. Eyni nöqtə burada da var. -8 qiymətində alır həmin F8-i. Fx F8-dən böyük olmalıdır. Yəni Fx buralarda yerləşməlidir. Bunlara uyğun nöqtələr isə -8-in sol tərəfidir. Yəni x kiçik bərabər -8-dən. Eyni həmin nöqtələr və müsbət 8-in sağ tərəfidir. Yəni x böyük bərabərdir 8-dən. Mənfi sonsuzluqdan -8-ə kimi və müsbət 8-dən müsbət sonsuzluğa kimi cavab olur E variantı. Sonra baxaq 23-cü suala. Verilib ki, y bərabərdir fx funksiyası bütün ədəd oxunda təyin olunmuş kəsilməz və tək funksiyadır. 23-cü sual. 0,6 parçasındakı ekstremum nöqtələri 1, 3, 5-dir. Yəni ekstremum nöqtələri verib 1, 3, 5. Maksimum qiymətləri F1-də 7, F3-də 4-dür. Və F5-də 9 olarsa bu funksiyanın -6 müsbət 6 parçasında minimum qiymətlərin cəmini tapın. Yenə bir koordinat sistemi çəkək. Bizə verib ki, bütün ədəd oxunda təyin olunubdur. Kəsilməzdir və tək funksiyadır. Ekstremum nöqtələri 1, 3, 5-dir. Tutaq ki, bura 1-dir. Bura 3-dür. Bura isə 5-dir. F1-də 7 alır. F1-ə uyğun qiymət olsun bura F7. F3-ə uyğun qiyməti olsun 4. Bura oldu. Deməli buranı düzəldim. Bura oldu 7. Bura oldu 4. Bir də maksimum bir qiyməti veribdi. F5-də isə 9-dur. 9 da olsun bura. Yəni həmin nöqtəyə uyğun. Bu tək funksiya olduğuna görə biz bunun qrafikini simmetrik, koordinat başlanğıcına nəzərən simmetrik çevirə bilərik. Yaxşı, bizə görək başqa nə veribdi burada? F1 7 maksimum qiymətdir. Yəni buradan bu tərəfə çıxmır funksiyanın qrafiki, yəni aşağıya düşür. Deməli onda bu beləymiş. Sonra isə buradan isə belə qalxıb belə düşə bilər. Çünki F5 də maksimumdur, yəni 9-dur. Sonra isə nə verib? -6 müsbət 6 parçasında minimum qiymətlərin cəmini tapın. Bu tək funksiya idi deyə -1, -3, -5 nöqtələrini buradan qeyd edirəm. Və bunu simmetrik şəkildə buradan çəkməyə başlayırıq. F1-də 7 alıbdır. Onda F-1-də də -7 qeyd edirik. -7-ni alır. F3-də 4 alır. Onda F-3-də də bu -4 alır. F5-də 9-sa F-5-də də -9 olaraq qeyd edirik. Deməli, onda bu funksiyanın simmetrik olması bu şəkildəymiş. Bizə verib ki, -6 müsbət 6 parçasında minimum qiymətlərin cəmini tapın. Minimum qiymətlər burada -9-dur və -7-dir. -9-dur, -7-dir. Bir də burada 3 var. Bir də üstə gəlirəm 3. Toplasaq bunları alarıq -16. Bizə qiymət dediyinə görə burada 3 deyil. Deməli, biz 4-ü nəzərdə tutmalıydıq. Yəni, bu da eləyir -12. Burada da cavab olur A variantı. Sonra baxaq 24-cü suala. 24-cü sualda f2 bərabərdir p2 plus 1, 2x plus q plus 4. Funksiyası tək funksiyadır. P plus q plus p2 ifadəsinin qiymətini tapın.
Gəlin bunu vuraq açaq. Px'i 2x'ə vursaq, olar 2p x'in kvadratı. Px'i 2'ye vursaq, olar p q x. Px'i 4'e vursaq, 4px. 1'i 2x'e vursaq, 2x plus q plus 4. Qruplaşdırma aparsaq, 2px'in kvadratı. X'i kənara çıxarsaq, pq üstə gəl 4p üstə gələk 2. Plus q plus 4. Tək funksiya olması üçün cüzlərin əmsalı 0 olmalıdır. Yəni bu 0 olması üçün buradan p bərabər 0'a, buradan q plus 4 0 olması üçün q bərabər -4 olmalıdır. P'ni 0, q'ni -4 bildiksə aparıb yerinə yazaq. P üstə gələk q üstə gələk pq. Bu da eləyir 0 çıx 4 üstə gələk 0, yəni -4. Deməli burada da cavab oldu -4. Sonra baxaq 25-ci suala. Fx funksiyası -3 3 parçasında təyin olunmuş tək funksiyadır. Tək funksiyadır. F2'ni verib 6. F2 əgər 6'dırsa, onda f -2 də -6'dır. Deməli bura 6'dır. F -2 də -6'ya bərabərdir. Və biz bilirik ki, öz təyin oblasında tək funksiya f0 0'a bərabərdir. 7 f0 bura eləyər elə 0. Bu tərəfdə qaldı 4 vuraq. O biri mötərizədə 5 f2, yəni 5 vuraq 6. Çıxaq 4 vuraq. F -2 də -6'dır. Vurduq 6'ya. Bu da eləyir 4 vuraq. 30 üstə gələk 24. Bu da bərabərdir 54 vurulsun 4. Yəni 216. Deməli burada da cavab oldu 216. Sonra baxaq 26-cı suala. F3 bərabərdir 5'ə. Onda biz bilirik ki, f -3 də bərabər olar -5'ə. Gətirək yerinə yazaq. Bu 0'dır. 5 vuraq. 3 f3, yəni 3 vur 5 eləyir 15. Çıxaq 2 vur. F -3, yəni -5. Bu da eləyir 5 vuraq 25, yəni 125. Cavab oldu 125. Sonra 27-ci sual. A parametrin hansı qiymətlə funksiya cütdür? Yəni funksiya cüt olması üçün təkin əmsalı 0 olmalıdır. Buradan a bərabərdir 3 taparıq. 28-ci sual. Funksiya təkdir. Tək olması üçün cütün əmsalı 0 olmalıdır. Yəni bu 0 olmalıdır. A bərabərdir 4'ə. 29-cu sual. Fx funksiyası bütün ədəd oxunda təyin olunmuş əsas dövrü 6 olan cüt funksiyadır. Əsas dövrü 6'dırsa, onda f2 bərabərdirsə 5'ə. F2'nin üzərinə 6 gəlsək, f8 də 5'dir. 1 6 gəlsək, f. Daha doğrusu belə də fikirləşə bilərik. Da bunu belə yazmağa gərək yoxdur. F2 əgər 5'dirsə, biz digərlərini 6'ya bölməklə qalığı hesablaya bilərik. Onda f -14'ü f müsbət 14 yaza bilərik cüt funksiya olduğuna görə. F -21'i də f müsbət 21 bölək. F -45 f müsbət 45 və f -50'ni f müsbət 50 yazaraq qeyd edə bilərik. Digər tərəfdən də f3 də bərabərdir 6'ya. Şərtdən görürük onu. F14 biz bilirik ki 6'ya böləndə qalıqda 2 qalır. Yəni F2'dir. F21 6'ya böləndə F3 deməkdir. Yəni qalıq 3 qalır. F45 6'ya böləndə qalıqda 3 qalır. F50 6'ya böləndə qalıqda 2 qalır. Bunları da gətirib yerinə yazsaq 11 bölək 1. Bunda cavabı oldu 11. Deməli 29-cu sualda cavab 11'dir. 30-cu sualda verilib ki fx funksiyası bütün ədəd oxunda təyin olunmuş əsas dövrü 7 olan tək funksiyadır. Onda f1 bərabərdir f7'yə, f2 bərabərdir f9 olarsa, f23 üstə gələk f15 vuraq f30 bölək f58 tək funksiyadır deyə buna çıxaq f36 yaza bilərik. Dövrü 7'dirsə 23'ü 7'yə böləndə qalıqda qalır 2. Yəni onda f23 f2'yə bərabərdir.
F15 F1 deməkdir. F30 7-yə böləndə qalıqda 2 qalır. Bu da F2 deməkdir. F58 bu da F2 deməkdir. F36 7-yə böləndə qalıqda 1 qaldığına görə F1 yaza bilərik. Gətirib ifadələri uyğun qiymətləri yerinə yazsaq, alarıq 9 üstə gələk 63. 2-dən də 1-i çıxsaq, yəni 9-dan 7-ni çıxsaq 2. 9-un üstünə 63 gələndə eləyir 72 bölək 2 bərabər 36. Bu sualda da cavab oldu 36. Sonra baxaq 31-ci suala. K-nın neçə tam qiymətinə funksiyası artanda funksiya artan olması üçün x-in kubunun əmsalı 0-dan böyük olmalıdır. Yəni 9 minus k kvadratı böyükdür 0. Buradan 9 böyükdür k kvadratı hər tərəfin kök alsaq, modulda k kiçikdir 3-dən. Bunun da həlləri mənfi 3-dən müsbət 3-ə kimidir. Neçə tam qiymətdir? Mənfi 2, mənfi 1, 0, 1 və 2. Yəni 5 dənə burada tam qiymət var. Sonra baxaq növbəti 32-ci suala. K-nın neçə tam qiymətində bu artandır? Yenə bura 16 minus k kvadratı böyükdür 0 olmalıdır. Buradan k kvadratı kiçik 16. K-nı alırıq ki, müsbət 4-dən mənfi 4-ə kimi qiymətlər. Bu da mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 deməkdir. Burada isə 7 dənə qiymət var. Baxaq 33-cü suala. F(x) cüt funksiyadır. Cüt funksiyadırsa onda f(x) bərabərdir f mənfi x-dir. J(x) də təkdir. Onda J(x) bərabərdir mənfi J(x)dir. Mənfi J(x). F(a) şərtdə verilənləri yazsaq, F(a) tək funksiyadır deyə bunun mənfisini çölə ata bilərik. Daha doğrusu f(x) cütdür. Bunu qatmayaq. Onda mənfisini yox edib elə müsbət f(b) yazaq. Ca da var. Ca-nı da qeyd elədik. Bərabərdir 12-yə. İkincidə f mənfi a-nı verib. Bunu f müsbət a-ya yaza bilərik. Sonra f(b)ni veribdir. J mənfi a, J tək funksiyadır deyə bunun mənfisini buradan silib çölə qeyd eləyə bilərik. Yəni mənfi J-a bərabər 8-ə. Tərəf-tərəfə bunları toplasaq 2 dənə f(a) alınar. Müsbət mənfi f(b)lər gedər, müsbət mənfi j(a)lar gedər, bərabərdir 12 ilə 8-i toplasaq 20. Buradan f(a) bərabərdir 10 olduğunu görərik. Deməli burada cavab 10 imiş. Sonra baxaq 34-cü suala. F(x) cüt funksiyadır. F(x) cüt funksiyadırsa onda bunun mənfisini silə bilərik. J(x) də tək funksiyadır. Bunun mənfisini buradan silib bura müsbət qeyd eləyə bilərik. F cüt funksiyadır deyə bunun mənfisini buradan da sildim. Sonra isə f(a)nı istəyir. Gəlin bunu tərəf-tərəfə toplayaq. Bunu tərəf-tərəfə toplasaq 2 dənə f(a). Müsbət mənfi f(b)lər gedər. Mənfi müsbət j(a)lar gedər. Bərabərdir 14-ə. Bundan bunu toplasaq. Buradan f(a) bərabərdir 7 olduğunu görərik. Sonra baxaq 35-ci suala. F(x) bütün ədəd oxunda təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. F1 4-dür. 6 f7 çıxaq 5 f mənfi 2. Bütün ədəd oxunda təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. Və şərtdə f1 bərabər 4 verib. Dövr 3-dürsə bundan 3 çıxsaq f mənfi 2 bərabər bu da müsbət 4-dür. 7-ni biz bölsək əgər deməli 3-ə qalıq 1. 6 f1 çıxaq 5 f mənfi 2-də elə f1-in özünə bərabərdir. Yazıram f1. Buradan alındı f1. Bizdən də f1-i vermişdi şərtdə 4 idi. Deməli burada cavab 4 imiş. Sonra baxaq 36-cı suala. Funksiyası bütün ədəd oxunda təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. Onda onu biz 3-ə bölsək qalıqda 1 qalar. Yaza bilərəm 4 f10 yox f1. Mənfi 5-i 3-ə bölsək qalıqda müsbət 1 qalır. Bu da 3f1 deməkdir. Buradan da alırıq ki f1. F1-i də veribdir 7. Deməli burada cavab 7 imiş. K-nın neçə natural qiymətində bu funksiya azalandır? 37-ci sual. Bu kökaltı funksiyanın azalan olması üçün bunun qrafiki hökmən belə olmalıdır. Ya bu buradan belə keçməlidir və yaxud da bu belə olmalıdır. Gəlin birinci bu hala baxaq.
Burada görürük ki x-i müsbətdir. Yəni funksiyanın x-i müsbətdir. Y-i isə mənfidir. Yəni funksiyanın özü mənfidir. Y bərabərdir k kvadratı minus 25 kök altında kx. Burada x-i müsbətdirsə, onda k-sı da müsbət olmalıdır ki, kökün altı müsbət olsun. Onda yazıram k böyükdür 0. Bunu buradan yazım, k böyükdür 0 olmalıdır. Y mənfi olması üçün, yəni funksiyanın özünün mənfi olması üçün bilirik ki, bu kök müsbətdir onsuz. Onda bura mənfi olmalıdır ki, mənfini müsbətə vuranda mənfi ala bilək. Yazıram k'nın kvadratı minus 25 kiçikdir 0-dan. Buradan alaram ki, k müsbət 5 və mənfi 5 aralığında qiymətlər alır. Və biz də demişdik ki, k müsbət olmalıdır. Onda buradan 1, 2, 3 və 4 tam ədədlərinin, yəni natural ədədlərinin bunun həll olduğunu görərik. Digər tərəfdən də bu həmçinin bu şəkildə olmalıydı. Yəni qırmızı ilə göstərdiyim kimi. Burada görürük ki, x-lər mənfidir. X mənfidirsə əgər, onda k da mənfi olmalıdır ki, kökün altı müsbət alınsın. Bunu da qara ilə göstərim. Bura x mənfidirsə, k da mənfi olmalıdır ki, kökün altı müsbət olsun. Onda bura yazıram k kiçikdir 0. Və burada fikir verirsə, y-lər müsbətdir. Y-lər müsbətdirsə əgər, k kvadratı minus 25 böyükdür 0 olmalıdır. Buradan da k böyükdür 5-dən, k kiçikdir mənfi 5 olmalıdır. Bizə lazımdır k kiçik 0, yəni k mənfi 5-dən kiçiklər lazımdır. Şərtdə deyirdi neçə natural qiymət. Burada isə mənfi 5-dən kiçik natural ədədlər olmadığına görə elə bayaq tapdığımız 4 dənə kök bunun həllidir. Sonra baxaq 38-ci suala. 38-ci sualda da eyni tip sualdır. Funksiya azalan olması üçün bir dəfə k-nı kiçik 0, k-nı kiçik 0 götürdükdə bunun əmsalını da kiçik 0 götürürük. Yəni k kvadratı minus 36 kiçik 0 olmalıdır. Daha doğrusu bu k böyük 0 olmalıdır buradan. Deməli k-sı böyük 0. Bunu həll edəndə k 6 ilə mənfi 6 aralığında olur. Buradan 1, 2, 3, 4 və 5 qiymətləri, yəni 5 dənə kök tapırıq. Deməli burada cavabı olur 5. 5 dənə daha doğrusu həll tapırıq. Digərini yoxlasaz, görərsiniz ki, orada isə natural ədədlər yoxdur. Sonra 39-cu suala baxaq. Əsas dövrü 7-yə bərabərdir. Əsas dövrü 7-yə bərabər olan fx funksiyası bütün ədəd oxunda təyin olunub tək funksiyadır. f11, f14 və f-4. f11 7-yə böləndə qalıqda 4 qaldığına görə f4 yaza bilərik. f14-ü də 7-yə böləndə qalıqda 0 qalır. Elə bu da f0-a bərabərdir. f-4 tək funksiyadır deyə mənfi f4 yazıb hesablaya bilərik. Üstə gələk 5. Şərtdə verilib ki, bu tək funksiyadır. Tək funksiyada f0 və bütün ədəd oxunda təyin olunub. Onu da nəzərə alaq. Yəni 0 nöqtəsində təyin olunduğuna görə f0 0-a bərabərdir. 2 f4-ü mənfi f4-ə böləndə qalır mənfi 2. Üzərinə bir dənə 5 gəlsək cavab olar 3. Deməli burada cavab 3-ə bərabərdir. Sonra baxaq 40-cı suala. 40-cı sualda da eyni tipli sualdır. Dövr 9-dur. 2 f14, f14'ü 9-a böləndə qalıqda 5 qalır. Yaza bilərik 2 f5. f18 f0 deməkdir. 9-a böləndə qalıqda 0. f-5 mənfi f5 deməkdir. Üzərinə 8 gəlirəm. Buradan f0 0'dır. Bunu tulladıq. 2 f5'i mənfi f5'e böləndə mənfi 2 verir. Üzərinə 8 gəlirəm, eləyir 6. Sonra baxaq 41-ci suala. f2 tək funksiyadır. Gx isə bu şəkildədir. f-2 4 olarsa g2-ni tapın. Gx bərabərdir 3x'in kubu üstə gələk 2f(x)-ə. Sonra verib ki g-2 bərabərdir 4'ə. Daha doğrusu bu g-2 deyil, f-2'dir. Bunu düzəldim. f-2. Gəlin funksiyada, yəni bu verilmiş ifadədə x-lərin yerinə -2 yazaq. Onda olar belə. Daha doğrusu ilə müsbət 2 yazsaq da doğrudur. J2'ni almaq üçün. J2 bərabərdir 3 vuraq 2'nin kubu. Üstə gələk 2 vuraq f2. Buradan J2 bərabərdir
3'ü 8-ə vursaq 24, üstə gələk 2. F2, F mənfi əgər 4-dürsə, onda F müsbət 2 mənfi 4-üymüş. Çünki şərtdə deyir F tək funksiyadır. Yerinə yazsaq mənfi 4. Bu da eləyər 16. Deməli, burada da cavab 16 imiş. Sonra baxaq 42-ci suala. Fx funksiyası üçün uyğunluğu müəyyən edin. A mənfi 3 olduqda, birinci, A-nın yerinə mənfi 3 yazdıqda Fx bərabərdir. Mənfi 3 yazanda burası 0 olur. Digər tərəfdən, buralarda deməli, mənfi 3 yazanda olur 9 minus 6 minus 8. Bu da eləyir mənfi 5 2. A-nın yerinə mənfi 3 yazanda üstə gələk 1. Deməli, Fx bərabər mənfi 5 2 plus 1 alınır. Sonra isə burada deyir ki, cüt funksiyadır. Xeyr, artan funksiyadır. Xeyr, azalan funksiyadır. Bəli, bu k-sı mənfi olan xəttli funksiya yaradır. Deməli, azalan funksiyadır. Mənfi 4 yerinə yazanda ikincidə alırıq. Deməli, Fx bərabərdir. 16-dan 9 çıxanda 7x kvadratı. Mənfi 4 yerinə yazanda bura eləyir. Deməli 0. Digərdə mənfi 4 üstə gəl 4 0. Bu cüt funksiyadır. Bura uyğundur A variantı. Sonra x bərabər 0 düz xətti qrafikinin simmetriya oxudur. Xeyr, x bərabər 0 düz xətti qrafikin simmetriya oxu. Bəli, x bərabər 0 düz xətti y oxun tənliyidir də. Y oxu, yəni y-ə nəzərən deyir simmetrikdir. Bəli, doğrudur. Bu cüt funksiyadır axı. Deməli, bura E variantında qeyd edə bilərdik. Sonra baxırıq üçüncüyə. A bərabər 3 olduqda olur. Fx bərabərdir. Bura 0 eləyir artıq. 3 yazanda 9, 15, 7 2 plus 7. Bu funksiya isə artan funksiyadır. Bura B variantını qeyd edə bilərik. Təş funksiyadır. Xeyr, bu təş funksiya deyil. Sonra baxaq 43-cü suala. 43-cü sualda uyğunluğu müəyyən edin. Birincisi, y bərabərdir. X plus 3-ün kvadratı minus 2. Bunun təpə nöqtəsinin koordinatları mənfi 3, mənfi 2-dir. Təpə nöqtəsi mənfi 3, mənfi 2 A variantında var. Sonra, burada A-sı müsbətdir. A-sı müsbətdirsə, mənfi 3-dən müsbət sonsuzluqda bu artır. Belə bir şey yoxdur. Sonra o y oxunu 0 mənfi 7 nöqtəsində kəsir. Gəlin baxaq görək o y oxunu harda kəsir. Y oxunun kəsdiyi nöqtədə funksiyanın x-i 0 olmalıdır. X-in yerinə 0 yazsaq 9 çıxılsın 2 7 olur. Bəli, bu da doğrudur. Deməli, bura bir də y variantını ayırd edə bilərik. Sonra ikinciyə baxaq. Y bərabərdir x minus 3-ün kvadratı minus 2. Təpə nöqtəsinin koordinatları 3 mənfi 2-dir. Bu D variantına verilib. Və 3-dən müsbət sonsuzluğa bu artır. B variantında verilibdir bu. Sonra üçüncüyə baxaq. Y bərabərdir mənfi x minus 3-ün kvadratı plus 2. Təpə nöqtəsinin koordinatları 3 müsbət 2-dir. Və bunun A-sı mənfidir deyə bu 3 müsbət sonsuzluqda azalır. Deməli, bura C variantını qeyd edə bilərik. Sonra 44-cü sual. Yenə 44-cü sualda bayaqki suallarla eynidir. Burada A-nın yerinə mənfi 4 yazanda birincidə alarıq müsbət 7 2 yazın bura F 2. 4 yazanda bu 0 eləyir. Burada mənfi 4 yazanda mənfi 7 müsbət 7 2. Mənfi 4 yazdıqda bu onsuzdakı A minus 4 A plus 3 deməkdir. Mənfi 4 yazanda mənfi 8 alırıq. Daha doğrusu müsbət 8 hətta. Funksiyası cüt funksiyadır. Xeyr, burada k-sı müsbət deyə artan funksiyadır. B variantını uyğun eləyə bilərik bura. Sonra ikincidə A bərabər 3-dür. Nə tək nə cüt funksiyadır. Bəli, bu Y variantını da bura qeyd edə bilərik. A bərabər 3 olduqda ikincidə 3 yerinə yazanda olur Fx bərabərdir mənfi 7x kvadratı. Bu gedir 0-a. Deməli, bu getdi 0-a. Digərində isə A-nın yerinə 3 yazanda alırıq mənfi 6. Bu isə cüt funksiyadır. Cüt funksiya üçün də burada verilibdir A variantı.
Sonra deyir ki x bərabər bir düz xəttdir. Qrafikin simmetri yoxdur. Xeyr. Üçüncüyə baxaq. A bərabər 4 olduqda A-nın yerinə 4 yazanda bu 0 olur. Digərində isə f(x) bərabərdir. 4 yazanda mənfi x qalır. 4 yazanda bu da 0 olur. Mənfi x tək funksiyadır. Deməli, bura bir də C variantını ayırd edə bilərik. 45-ci sualda f(x) bərabərdir. Birincidə. Deməli, f(x) bərabərdir. 2x kvadratı minus 8x plus 1 artır və azalma aralıqlarını verib. Gəlin m-i tapaq. M bərabərdir. Mənfi b bölünsün 2a, yəni 4, bu da eləyir 2. A-sı da müsbətdir deyə bu 2 müsbət sonsuzluqda artır. 2 müsbət sonsuzluqda artır. Bu A variantında verilib. Onda avtomatik mənfi sonsuzluq 2 aralığında da azalır. C variantında qeyd elədik. Sonra baxaq ikinciyə. İkincidə f(x) bərabərdir. Mənfi x kvadratı plus 5x. Burada m-i tapsaq, m bərabərdir. Mənfi 5 bölünsün 2a, yəni mənfi 2. Bu deyilir 2 onda 5. Mənfi sonsuzluq burada A-sı mənfidir. Fikir verin, mənfi 1'dir. Mənfi sonsuzluq 2 onda 5 aralığında artır. Bura Y variantını uyğun eləyə bilərik. X-in kvadratı minus 3. Üçüncüdə x-in kvadratı minus 3. Burada m bərabərdir. Mənfi b. B-miz 0'dır. Bölünsün 2a. Bu da 0'dır. 0 müsbət sonsuzluqda artır. Doğrudur. Bura bir də B variantını ayırd edə bilərik. Qrafik OX oxunu kəsmir. Yəni tənliyin kökü yoxdur. Tənliyin kökü yoxdur. Deməli, gəlin köklərinə baxaq. X-in kvadratı minus 3 bərabər 0. Buradan 2 dənə kök var. Aydın məsələdir. Diskriminantı bunun 0'dan böyükdür. Plus minus kök 3'dür. Sonra digərində mənfi x-i çıxarsaq kənara, qalar x minus 5 bərabər 0. Burada da 2 dənə kök aydın görsənir. Digərində diskriminantı tapsaq, 64 çıx 4 A-sı, yəni 8 bərabər 56. Diskriminant böyüksə 0'dan 2 dənə kökü var. Həqiqi kökü var. O ikisi oxun kəsmir, deməli heç birinə ayırd deyil. Sonra baxaq 46-cı suala. 46-cı sualda birincidə verilib ki, x-in kvadratı minus 2x, y bərabər x-in kvadratı minus 2x. Buradan m bərabərdir mənfi b bölünsün 2a. Bu da eləyir müsbət 1. Yəni bu bir müsbət sonsuzluqda artır. Bura uyğundur A variantı və mənfi sonsuzluq 1-də də azalar, onda D variantında yaza bilərik. Sonra ikinciyə baxaq. İkincidə y bərabərdir. Mənfi çıxarsaq kənara, qalar x minus 1'in kvadratı. Burada da aydın məsələdir ki, m-miz müsbət 1'dir və A-sı da mənfi 1'dir deyə. Onda belə çıxır ki, bu mənfi sonsuzluqdan 1'ə kimi belə bir variantla varmı? Yoxdur. Deməli, bir müsbət sonsuzluqda bu azalır. Bir müsbət sonsuzluqda azalır. Harda var? E variantında. Mənfi sonsuzluqdan 1'ə kimi artır. Elə bir şey yoxdur. Sonra üçüncüyə baxaq. Üçüncüdə də var y bərabərdir. X minus 2'nin kvadratı plus 1. Buradansa 2'dən müsbət sonsuzluğa kimi artır və yaxud da mənfi sonsuzluqdan 2'yə kimi azalır. Mənfi sonsuzluqdan 2 aralığında azalan C variantına verilibdir. Mənfi sonsuzluq müsbət sonsuzluq aralığında azalır. Belə bir variant yoxdur. Sonra baxaq 47'yə. Uyğunluğu müəyyən edin. Bizə nə verilibdir? Birinci cüt funksiyanın qrafikidir. Görürsünüz, y oxuna nəzərən simmetrikdir. Cüt funksiyanın qrafiki. Bu harda var? C variantında var. İkinci tək funksiyanın qrafiki ola bilər. Yəni bu koordinat baxışınıza nəzərən simmetrikdir. Y bərabər x kvadratın funksiyasının qrafiki şəklindədir. Bəli, bu birincidədir, cüt funksiyadır. Fikir verin, 2 verəndə 4 alırsa, mənfi 2 verəndə də 4 alır. Nə tək, nə cüt funksiyanın qrafikidir. Bu D variantına uyğundur. Y bərabər x-in kubu funksiyasının qrafikindədir. Bəli, bu da ikinciyə uyğundur. Y variantı. 48-ci sual. Uyğunluğu müəyyən edin. Modul x funksiyasının qrafiki ikinci verilibdir. Burada A variantı bura uyğundur. Nə tək, nə cüt funksiyanın qrafikidir. Bu B
üçüncüyə uyğundur. Tək funksiyanın qrafiki ola bilər. Bu koordinat başlanğıca nəzərən simmetrik olduğuna görə birinciyə yaza bilərik. Cüt funksiyanın qrafiki modul funksiyadır. Bu D variantını bura yazırıq. 1 bölünsün x funksiyasının qrafiki ola bilər. E variantında birinciyə ayrı eləyə bilərik. Tək funksiyadır və oradan da görsənir hiperboladır. Sonra baxaq 49-cu suala. 49-cu sualda y bərabərdir x-in kvadratı. Birincidə verilib y bərabərdir x-in kvadratı. Funksiyası artan funksiyadır. Harda artır? Bu sıfırdan müsbət sonsuzluğa artır. Sıfırdan müsbət sonsuzluğa. Bizdə verib artan funksiyadır. Artan funksiya olması üçün bu kub funksiya olmalıdır. Üçüncüdə verilib. Baxın A variantı. Funksiyanın qrafiki 1-0 nöqtəsindən keçir. Yəni x-ə 1 verəndə y 0 olur. İkincidə yerinə yazsaq, görərik ki, bu 1-0 nöqtəsindən keçir. B variantını bura qeyd edə bilərik. Azalan funksiyadır. Biz ikincinin qrafikini çəkəsi olsaq, yəni y bərabərdir mənfi kökün altında x minus 1-in kök altı funksiyanın təyin oblastını veribdir. Deməli, təyin oblastının 1-dən müsbət sonsuzluğa kimidir. 1-dən başlayır, müsbət sonsuzluğa kimidir. Və y də mənfidir. Onda bunu bu şəkildə qeyd edə bilərik. Bu görsüz azalan funksiyadır. Qrafikin özündən də görsənir. Azalan funksiyası onda biz C variantını bura yaza bilərik. Birinci azaldığı yerdə var, artdığı yerdə. Üçüncü də daim artan funksiyadır. Funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Yəni cüt funksiyadır. Bu birinciyə uyğundur. D variantını bura yazırıq. Funksiyanın qrafiki 0-2 nöqtəsindən keçir. Yəni x-ə 0 verdikdə y 2 olur. Belə bir funksiyada yoxdur bu verilənlər arasında. Sonra baxaq 50-ci suala. 50-ci sualda verilib ki, fx və gx cüt funksiyadır. Onda f -5 3-dürsə, onda f müsbət 5 də 3-dür. J də cütdür. J -7-ni veribdir 8. Onda J müsbət 7-yə də yaza bilərik 8. Px və qx isə tək funksiyalardır. P4-ü veribdir 3. Onda P -4 də -3-dür. Eyni ilə Q -2 bərabərdirsə -3-ə, Q müsbət 2 də müsbət 3-ə bərabər olmuş olur. Gətirib yerinə yazsaq, F5 vur G7, yəni F5 vur G7, 3 vur 8 eləyər 24, P -4, P -4 də burada verib -3, böldük Q2-yə, Q2 də 3-dür. Bu da eləyir 21 bölü 3, 7. Deməli, sonuncu nəhayət bu sualımızın da cavabı oldu 7. Belə videoların davamının gəlməsini istəyirsinizsə, şərh bölməsində bildirə bilərsiniz və kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.